Asan, bir o qədər də ləzzətli, yumuşaq pendirli poğaçanın hazırlanmasını bölüşürəm. Qaba yumuşaq kərə yağı, üzərinə yumurta, şəkər tozu, duz, mahleb, maya, su, un əlavə olunub yumuşaq ələ yapışmayan xəmir yoğrulur. Xəmir mayalandırılır. Havasını alıb təzgahın üzərində bərabər hissələrə bölüb kündələnir. Ağ pendir rəndələnir, üzərinə cəfəri əlavə olunur. Orta hissəsinə yerləşdirib forma verilir. Üzərinə yüngül bastırıb soba listinə yerləşdirilir. Üzərinə örtüb 5 dəqiqə təkrar mayalandırılır. Üzərinə vurulur. Yumurtanın sarısı, süd, duru yağ forma verilir. Qızdırılmış sobada bişirilir. İnanın, o qədər ləzzətli olur. Səhifəni takib etməyənlər səhifəni takib alın. Yeni videolardan sizlər də xəbərdar olmuş olun. Artıq hazırdır, süfrəyə verək. Bəyənməyi, yaxınlarınızla bölüşməyi və yaddaşa almağı unutmayın. Hazırlayan hər bir kəsə nuş olsun. Möhtəşəm. Hələlik.